Kərbalaya gedənlər, qədrinizi bilin. Dəstəmazlı çalışın həmişə. Yol boyu dəstəmazlı gedin. Kimin görüşünə gedirsiniz? Pak olun, mənəvi paklıq. Həmişə dəstəmazlı olun. Namazları vaxtında qılın. Sən Kərbalaya gedəsən, o Kərbalada olan imam Kərbalada Aşura günündə namazı oxların altında qılar. Bir neçə Kərbala şəhidi namaz üstə şəhid ola. Sən yolda gedəndə yatasan, namazı qəzaya verəsən. Namazı vaxtında qılın. 3. Xahiş edirəm, möminlər, Kərbalaya gedənlər, görmüşük bunları. Yolda biraz bekarsılıq olur. Avtobusda saatlarla əyləşsən, qeybət eləməyin. Şəhərdə olan bütün prosesləri hamısı Kərbala yolunda həll edirlər. Bazarda olan proseslərin hamısını Kərbala yolunda həll edirlər. Kiminsə problemi var, onun söhbətini yolda Kərbala yolunda həll edirlər. Belə yerə gedən insan yolda heç olmasa ancaq yat günə. Zikr eləmirsən, yat günə. Sən Kərbalaya gedəsən, İmam Hüseyn İslamın ziyarətinə gedəsən, yolda qardaşının qeybətini eləyəsən. Məhrəm naməhrəmə milyonlarla insan qadınlar var, diqqətli olun. Kərbalaya gedəsən, yol boyu naməhrəm üzrü İslam qadınlarla o tərəfə, naməhrəm qadınlarla bu tərəfə, adını da qoysan ərbəyindən qayıdıram. Harada çatdığı şəkil çəkəsən. Doğrudan da İmam Hüseyn İslam başqasının namusuna belə baxan, onun ziyarətinə gələni necə baxar?